Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Günay Əhmədova. Buradan valideynlərə daha çox səslənərək bildirmək istəyirəm ki, ultrasəs müayinəsi uşaqlarda daha çox əlçatılan və əlverişli müayinə üsuludur. Özəlliklə yay aylarında isti fəsillərdə dənizdir, hovuzdur, daha çox bunlardan istifadə olunduğu üçün biz həzm sistemi orqanlarının problemləri ilə, gastroenteritdir və ya qusma və ya halsızlıq və ya köp şikayətləri ilə bizə müraciət edən uşaqları daha çox qəbul edirik. Yəni bu cür şikayətlərlə gəlirlər. Buradan bildirmək istəyirəm ki, uşaqlar adətən ağrılarını, narahatçılığını, şikayətlərini dəqiqliyi ilə valideynə və ya bizə ötürə bilmir. Mütləq hər hansı bir narahatçılıq hiss olunursa, pediatrik müayinəyə, yəni uşaq həkiminin müayinəsinə keçməlidir, dəyərləndirilir, sonra ultrasəs müayinəsinə yönləndirilir. Amma hazırda valideynlərimiz o qədər maariflənib ki, şikayətlərini əsasən uşaqlardan müayinələri özləri tələb edirlər. Burada ultrasəs müayinəsi vazgeçilməz müayinə bir üsuludur. Niyə? Uşaq qorxmur, ağrısızdır, şüasızdır, zərərsizdir. Bir gün ərzində bəzən dəfələrlə kontrol baxdığımız xəstələr olur. Həzm sistemi orqanlarında daha çox bizi narahat edən nə olur? Bizə müraciət edir, qarın ağrısı, köp, iştahsızlıq falan. Amma müayinə edərkən biz gastroenteritin fonunda mezenterik limfa düyünləri çox böyüdüyü üçün və ödemli olduğu üçün bağırsaq ilgəkləri invaginasiya aşkarlana bilir. Apendisin, yəni kəskin iltihabı prosesi aşkarlana bilir. Yəni mədə bağırsaq şikayətində uşaqlarda qusma və qarın ağrısı varsa, müayinədən keçməmişdən qabaq heç bir dərman vasitələrini, heç bir alternativ üsulları o şikayətləri aradan qaldırmaq üçün istifadə etməyək. Öncə müayinələrdən keçək, bütün təcili, problemli görüntüləri dəyərləndirək. Əgər hər hansı bir təhlükə yoxdursa, təbii ki, həkimin verdiyi təyinatla və öz alternativ üsullarınızla övladınızı səhhətini qovuşdura bilərsiniz. Uşaqların şikayətlərini hər zaman dinləyək. Bu şikayətləri dinlədikdən sonra mütləq həkim müayinəsinə və ultrasəs müayinəsi, gərəkirsə qan dəyərləri, yəni laborator müayinələrdən keçirdək. Vaxtında düzgün qoyulan diaqnoz həyat qurtarır.